Bismillahirrahmanirrahim. Vel asr. İnnel insane lefî husr. İllellezîne âmenû ve amilussâlihât. Ve tevâsav bilhak ve tevâsav bissabr. Sadakallahul aliyyul azim. Peygamber ve âli peygamber cemalına salavat-ı şerif. Məqbərəsi üzərinə gəlib Allahdan dinə xatir, İslama xatir, cəmaata xatir dualar eləyirlər. Xəstəsi olan var, qazilərimizdən yaralı olanlar var, əskər balalarımız var, zabitlərimiz var, müşkül olan bacı qardaşlarımız var, qərib ölkələrdə olanlar var, ziyarətlərdə olanlar var, təhsil dalıcan, ruzu dalıcan gedənlər var. Zindanda olanlar var, ata-anaları hidayət olunub, qapılarının açılmasını istəyirlər. Ruzu çətinlikləri var, məişət çətinlikləri var, ailə qurmaq istəyənlər var, evlad arzusunda olanlar var. Hansı dualar ki, Allah yanında bizi üçün xeyirlidir, qəbul dərəcəyə yetməyindən ötürü Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat-ı şerif. Allahümmə salli ala Muhammed, Ali Muhammed. İmam Zaman əleyhissalamın zühurunun təcilinə, yer üzərində haqqı ədaləti bərpa etməsindən ötürü və salamatlığından ötürü Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat-ı şerif. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Dünyada müharibə ocaqları var, insanlar tələf olurlar. Müharibələrin sülhlə əvəzlənməsindən ötürü, dünya xalqlarının salamatlığından ötürü, xalqımızın salamatlığından ötürü Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat-ı şerif. Allahümmə salli ala Muhammed, Ali Muhammed. Bugünkü mövzumuz zamanın idarə olunması və şəhidlər, 20 yanvar şəhidləri var, onlar haqqında da məlumat veriləcək. Məbəs bayramıdır, bu bayram münasibəti ilə də siz əzizlərimizi, müsəlman bacı qardaşlarımızı inşallah məscid heyəti adından təbrik eləyirik. Hacı burada olmasa da indi müəyyən işlər səbəbi ilə hacının adından, məscid heyəti adından sizin bu bayramınızı təbrik eləyirik. İndi nəzər diqqətinizə ki, Qur'an-ı Kərimdən Əsr surəsini oxuduq. Allah təbarək və teala Qur'an-ı Kərimdə buyurur, Bismillahirrahmanirrahim. Başlayıram rəhimli və mərhəmətli olan Allahın adı ilə. Vəl əsri, and olsun əsrə. İnnəl insənə ləfi xüsr. Həqiqətən yaranmış insanlar ziyandadır. Sonra o insanların içərisindən seçir. İlləl-ləzinə āmenū. O insanlar ki, iman gətirələr. Və əmilus-salihat və salih əməllər eləyərlər. Və təvasav bilhəq və həqqin yanında olarlar. Və təvasav bis-səbr və səbrin yanında olarlar. İnşallah bu insanlar nicat tapandılar. Allah təbarək və teala Qur'anda əsrə and içir. Bu əsri təfsirçilər iki cür təfsir eləyirlər. Bəzi təfsirçilər buyurur ki, bu Peyğəmbər əleyhissalamın əsridir ki, Peyğəmbər əleyhissalam sallallahu aleyhi və səlləm Peyğəmbərliyə məbus olunandan sonra o 23 il müddətində ki, səhabələr var idi, Peyğəmbərin ətrafında gözəl insanlar var idi. O yaşadılan dövr idi ki, Peyğəmbərin yaşadığı dövr idi ki, o dünya üzərində ən qiymətli əsrdir. Və yaxud da əsr namazına and içilir ki, əsr namazı ahəstə, yavaşdan qılınır. İkinci ayədə buyurulur ki, İnnəl insənə ləfi xüsr.
İnsan özü özlüyündə təfəkkür eləyə bilər ki, Allah Taala mənə bu ömrü verib, niyə görə mən xəsarətdəyəm? Xüsr sözü, xəsarət sözü Qur'an-ı Kərimdə 64 yerdə keçir. İnsanın xəsarətə uğraması. İnsan fikirləşir ki, 50 il, 60 il, 100 il yaşadım, ömrümü başa vurdum, mən niyə xəsarətdə oluram? Amma insan özü fikir versə, görər ki, Allah Taala bizi əbəs yerə yaratmayıb. Allah yaratdığı insanı sevib yaradıb. Və yaratdığı insan da Allahın buyruqlarına əməl eləməklə, namaz qılmaqla, ibadət eləməklə, ömrünü zikirlə keçirməklə, küfürdən uzaq olmaqla, günahdan uzaq olmaqla Allaha yaxınlaşır. Əgər insan öz ömrünün qədrini bilsə, o heç vaxt ziyanda olmaz. Yəni, öz ömrünə qiymət verə bilsə və nə üçün yarandığını, nə üçün bu dünyaya gəldiyini və yaşayıb bu dünyadan nə aparacağını bilsə, insan ömrünü buhudə verməz. Həzrət Əli əleyhissalam buyurur ki, bu dünya axirətin əkinəcək yeridir. İnsan həyatda nə əkərsə, onu da biçəcək. Yəni, bu dünyada axirətin əzuqə yeridir ki, bu dünyada yaxşı əməllərinlə axirət üçün bir şey hazırlayasan. Bəzən görürsən ki, insanlar zamanədən şikayət eləyirlər və yaxud məkanlardan şikayət eləyirlər. Deyirlər ki, zamanə yaxşı zamanə deyir və yaxud yaşadığım yer yaxşı yer deyir. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurub ki, qalən nəbiyyü sallallahu aleyhi və aleyhi və səlləm, la təsubbud dəhrə, fə innəlləhə huvəd-dəhr. Həzrət Peyğəmbər biz insanlara deyir ki, zamanəni söyməyin. Zamanə Allaha aiddir. Yəni, bu dövr, bu zaman ki var, saat ki var, ömrümüz ki var, insanlar bəzən zamanədən şikayət eləyir, bəzən dolanışıqlarından şikayət eləyir, bəzən çətinliklərdən şikayət eləyir. Allah təbarək və teala Peyğəmbərin bu sözü ilə buyurur ki, zamanəni idarə eləmək də insanın əlindədir. Məkanları yaxşı və yaxud pis eləmək də insanların əlindədir. Biz nəzər eləsək, görərsən məscidlərimiz var idi Qarabağda, Şuşada. Məscidlərin ehtiramı aradan aparılıb. Amma şükür Allaha ki, bugünkü gündə məscidlərimiz abad oldu və onlar ibadətgaha çevrildi. Və yaxud bu məscid xanımın hərəmi partladılmışdı, üstündən yol salınmışdı, amma cəmaatın qəlbində olan məhəbbət onu yaddan çıxartmadı və bugünkü gündə də Allahın qüdrəti ilə şükür Allaha ki, burada ibadət və itaət eləyirik. Həzrət Peyğəmbər Əhl-i Beytdən gələn hədislərdə buyurulub ki, əgər bir evə içki girsə, o evi viran eləməsə, o evdən çıxmaz. Yəni, sən öz evində Allahı zikr eləsən, bəzi evlər var ki, necə səmada ulduzlar yanır, gecə o evlər də səma əhli üçün o yanan ulduzlar kimidir. O evlərdə Allah zikirləri olunur, Allah söhbətləri olunur, Allaha dua və hacətlər istənilir. O evlər Allaha bəyəndiyi evlərdir. O evlərdə ki, şər işlərlə məşğul olar, günah danışılar, qeybət danışılar, o evlər Allah yanında şər məkanlar olar. İnsan düşünəndə, fikir verəndə görür ki, insanın öz əlindədir. Yəni, məkanı və zamanı idarə etmək insanın öz əlindədir. İstəsə yaxşıya eləyər, istəsə pisə yönəldər. Bir padşahın ölkəsinə 2 tacir gəlmişdi. Və bu tacirlər gəldilər, indi müəyyən bir müddət alver elədilər. Sonra padşah bu tacirləri çağırdı, sorğu-sual elədi. Tacirin birindən soruşdu ki, sən bu ölkəni necə görürsən? Tacir buyurdu ki, sənin ölkən içki içən, dava-dalaş yeri, ölkənin pisinə danışdı.
Digər tacirdən sual elədi ki, sən mənim ölkəmi necə görürsən? Dedi, sənin ölkən namaz qılan, dindar, yaxşı insanlar. Padişah bu hər iki şəxsə dedi ki, gedin ticarətinizlə məşğul olun. Vəzir sual elədi ki, padişah sağ olsun, bu iki insanı sən qəbul elədin. Amma bunların ikisi də ölkə barədə biri müsbət rəy verdi, biri mənfi rəy verdi. Sən də dedin, ged işlə. Padişah dedi ki, mən onların necə insan olmağını qiymətləndirmək üçün onları çağırdım, sorğu-sual elədim. Məscidə gedən, Allah məkanlarına gedən, Allah dostları ilə rastlaşacaq və Allaha ibadət edən şəxslərlə olacaq və gözəl sözlər eşidəcək. Şər məkanlara gedən, yəni içki içilən yerə, qumar oynanan yerə, pis yerlərə gedən insanlarsa davadalaş içində olacaq. Demək, bu ayədən məlum olur ki, insanın Peyğəmbər sözündən məlum olur ki, insanın öz əlindədir. Məkanı gözəlləşdirmək, zamanı gözəlləşdirmək və yaxud zaman və məkanı pis hala getirmək insanın öz əlindədir. İnsan özü çalışarsa, bu dünyada həm cənnətini, həm də cəhənnəmini qazanar. Yəni, Allahın buyurduqlarına əməl eləməklə, Allah bəndələri ilə dostluq eləməklə, Əhl-i Beytin ehtiramını, Qur'anın, Allahın ehtiramını saxlamaqla axirəti xeyirli olar. Və yaxud da ki, görərsən Allaha hörmət eləməz, məscidə hörmət eləməz, ehtiram eləməz, Əhl-i Beytə ehtiram eləməz, onun axirəti xeyirli olmaz. İnsan yəni bu dünyada küfrlə də yaşasa, imanla da yaşasa, özü üçün yaşayır. Yəni, bəzən burada ayədə buyuruldu ki, bütün insanlar xəsarətdədir. Biz belə başa düşürük ki, kafir küfr eləyir, Allaha iman getirmir, bu ziyandadır. Günahkar zina eləyir, qumar oynayır, pis-pis işlərlə məşğuldur, o da ziyandadır. Yəni, qiyamət günü həsrət çəkəcək. Pəs mömin neyin həsrətini çəkəcək? Mömin də onun həsrətini çəkəcək ki, niyə görə mən bu dünyada yaşayırdım, Allaha bilsəydim, biraz da çox ibadət eləsəydim. Yəni, Allah orada ona dərəcə verəcək, cənnətlərdə dərəcə verəcək. Görəcək, özündən yüksək olan dərəcələrdə də var. Deyəcək ki, mən bilsəydim, biraz da çox ibadət eləyərdim. Biraz da çox Quran oxuyardım, biraz da çox fəqir füqarıya əl tutardım, biraz xeyir əməllərimi çox eləyərdim ki, məqam və mərtəbəm daha da yüksək olsun. Deyir, illəl-ləzinə amənu. Bu insanların içərisindən seçir. Sonraki ayədə. Yəni, 4 növ insan seçir. Birinci, iman eləyənlərdir. Yəni, iman nedir? La ilahə illəllah, Muhammedən Rəsulullah, Əliyyən Vəliyullah. Allahümmə sallallahu Muhammed və Ali Muhammed. Demək, insan bu kəlmələri deməklə, şəhadət verməklə müsəlman olur. Və müsəlmanlığın da şərtləri var. İmam Rıza əleyhissalam demək, sürgün olunanda dedi, la ilahə illəllah Allahın möhkəm qalasıdır və biz də onun şərtlərindənik. Yəni, Əhl-i Beyt də o qalaya insan daxil olarsa və Əhl-i Beytin buyurduğu yolla gedərsə, həm dünyası, həm də axirəti xeyirli olar. Və əmilus salihat, yaxşı əməl sahibləridir. Görərsən, yaxşı əməl sahibləri də bu dünyada Allah yolunda nemətlərini əta eləyərlər, fəqir füqarıya verərlər. Amma o dünyada deyər ki, bəlkəm daha yaxşısını verəydim, daha çoxunu Allah yolunda verəydim ki, Allah mənim mükafatımı daha çox eləyəydi. Yəni, salih əməl odur ki, bəzən insanlar olur ki, deyir ki, biz salih əməl eləyə bilmirik. Mədinədə Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmə kasıblar gəldi, sual elədi ki, ya Peyğəmbər, biz yaxşı əməl eləyə bilmirik. Yəni, imkanımız yoxdur, maddi imkanımız, gücümüz, qüdrətimiz çatmır ki, yaxşı əməlləri yerinə yetirək. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm həmin cəmaata buyurdu ki, yaxşı əməlləri Allahı zikr eləməklə yerinə yetirin. La ilahə illallah 100 dəfə desən, elə bil 100 dənə
atı cihada göndərmisən. 100 dəfə tutağım Elhamdülillah, Allahu Ekber, Subhanallah. Hərəsini 100 desəm, bunun hərəsinin öz bir savabı var. 100 dəfə hacca getmək savabı var, oruç tutmaq savabı var. Peyğəmbər sallallahu aleyhi və səlləm bunları sadalayandan sonra Mədinədə olan kasıb insanlar Allahın zikirlərini eləməyə başladılar. Və orada olan imkanlılar ki, Allah yolunda sədəqələr verirdi, xeyr əməllər eləyirdi. Onlar da bu zikirləri eləyəndə Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmə kasıblar dedi ki, bu zikirləri axı bizə öyrətmişdir. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, hər kimin qəlbinə ilham olunarsa, o zikirləri o yerinə yetirər. Yəni, salih əməl eləyə bilməsən də, onu elə fikrindən də keçirsən ki, Allah mənə bu neymətləri əta eləyəydi, mən salih əməl eləyəydim, deyir, Allah o savabı verir insana. Bir padişah var idi, qoşunu ilə bir səfərə çıxmışdı. Qoşunda oturdu, qoşuna baxdı, dedi, nə olaydı, bu qoşun olaydı, mən gedib İmam Hüseyin əleyhissalama Kərbəlada kömək eləyəydim. Yəni, bunu qəlbindən keçirtdi, səmimi qəlbdən dedi ki, gedib İmam Hüseyin əleyhissalama köməkçi olardım. Bir o qəlbindən keçirməyə salamun aleyküm. Bu qəlbindən keçirməyə xatir, deyir, Allah Teala ona behişti, nəsib elədi. Yəni, insanın əməli qəlbində də düz olmalıdır, qəlblə əməl düz olmalıdır. Yəni, mən filan işi görürəm, cəmaat məni tərifləsin, xeyr. Allaha yaxınlıq olmalıdır. Yəni, bir insan əməli görəndə, bir işi yerinə yetirəndə, qəlbi Allaha yaxınlıq olarsa, Allah onun həm dünyada və həm də axirətdə inşallah ki, əcrini verər. Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavatı ki, sonraki ayədə buyurur ki, bizi haqqa tərəf yönəldi. Yəni, insan haqqın tərəfində olmalıdır. Hər bir işi görərkən, hər bir əməli görərkən, haqqın tərəfində olarsa, Allah onun mükafatını, əcrini verər. Biz şəhidlərdən də inşallah danışacaq. Kərbəla çölünə nəzər eləsək, İmam Hüseyin əleyhissalamı dəvət eləyən şufəlilər minlərlə idi. Və o insanlar İmam Hüseyin əleyhissalamı dəvət eləməklə İmam Hüseyin əleyhissalama güya köməkçi olmaq istəyirdilər. Amma qəlbləri saf deyirdi. Qəlbi saf olan insanlar, haqqın yanında olan insanlar İmam Hüseyin əleyhissalamın yanında oldu. Bugünkü gündə də əgər insan haqqın, ədalətin yanında olarsa və ədalətlə rəftar eləyərsə, Allah onun həm dünyasını, həm də axirətini xeyir eləyər. Sonraki ayədə buyurur ki, və təvasav bis-səbr. Yəni, insan səbirli olmalıdır. Allah Qur'an-ı Kərimdə də buyurur ki, İnnəllaha yuhibbus sabirin. Allah təbarək və Teala həqiqətən səbr edənləri dost tutar. Və insanlar ki, Allahın buyurduqlarına əməl eləməklə Allaha yaxınlaşırlar, səbirlə, təmkinlə, Allah təbarək və Teala bizi də o səbirli, təmkinli olan insanlardan qərarlaşdırsın. Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat dikərək. Allah təbarək və Teala Bəqərə surəsində buyurur ki, Allah yolunda öldürülənlərə 154-cü ayədə onlar ölü deyirlər, onlar Allah Teala tərəfindən daima qidalanırlar. 1990-cı ildə 19 yanvardan 20 yanvar keçən gecədə 23-30 radələrində Əliyalın insanların üstünə 5 tərəfdən qoşun yeritdilər Bakı şəhərinə və hətta xəstə aparan maşını da güllabaran elədilər. Böyük zirehli texnikalarla hardasa 147 nəfərə yaxın insanı şəhadətə yetirdilər.
və şəhidlik məqamı yüksək bir məqamdır. O məqama hər kəs yetişərsə, Allah onun ilk damla qanı yerə düşəndə onun günahlarını bağışlar. Şəhidin deyir, ilk damla qanı ki yerə düşdü, o öz məqamını görər. Və deyir, yeganə insanlar içində, yəni dünyasını dəyişənlər içərisində şəhiddir ki, yenə də yəni öləndən sonra dirilmək istər, yenə də şəhadət məqamına yetmək istər. Çünki şəhadət məqamına yetişən şəhidlərin Allah günahlarını bağışlayır. İlk damla qanı yerə düşəndə onların günahlarını bağışlayır və cənnətdə olan məqamlarını onlara göstərir. Necə ki, İmam Hüseyn əleyhissalam Kərbəla çölündə şəhidlər şəhadətə yetişməmiş, onların öz məqamlarını onlara göstərdi və onlar hətta Haqqın yanında, bir Quran-ı Kərimin ayəsini oxuduq. İnsan Haqqın yanında olmaq istəyəndə görərsən ki, onun üçün yaş fərq eləmir. Həbib ibn Məzahir qoca bir kişidir, gəldi İmam Hüseyn əleyhissalamın yanında oldu, Haqqın yanında oldu və şəhadət məqamı haqq məqamıdır və o şəhadət məqamı səbəb oldu ki, 20 yanvara qədər şəhid məhfumu yox idi. Yəni öldü. Biz 45-də də rəhmətə gedənlər olub müharibələrdə. Şəhid sözü 90-cı ildən sonra yarandı. Və o şəhid olan insanlar ki, şəhid oldu, etiraz bildirən insanlar oldu. Heydər Əliyev cənabları Moskvada gəldi, səfirlikdə öz etirazını bildirdi və buradan xalq məktublar yazdı müəyyən təşkilatlara, Şeyxülislam, müəyyən insanlar cəm olub məlumatlar verdi və bu şəhadətə yetişən insanlara şəhid statusu verildi və yanvar ayının 22-sində onlar dəfn olundu və öz şəhadətləri ilə Sovet hakimiyyətinə qarşı öz əzmlərini, öz qüdrətlərini, Azərbaycan xalqının şərəfli bir xalq olmasını və öz azadlığı uğrunda mübarizə aparmasını insanlar gördülər. Və o şəhadət səbəb oldu ki, bizim torpaqlarımız yenidən özümüzə qayıtdı. Şükür Allahın böyüklüyünə ki, biz öz torpaqlarımızın azadlığına nail olduq və məscidlərimiz abad oldu. Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavat şəkək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Bismillahirrahmanirrahim. İqra' bismi rabbikellezi xalaq, xalaqal insana min alaq. İqra' və rabbukal akram. Ellezi allamel qalam, allamel insana ma lam ya'lam. Sadaqallahul aliyyul azim. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm 40 yaşına çatanda bugünkü gündə ona peyğəmbərlik verildi. Məb'əs sözünün mənası göndərilmək deməkdir. Allah təbarək və teala Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmə ilk 5 ayəni nazil etməklə Peyğəmbərə buyurdu ki, Allahın adı ilə oxu, hansı ki insanı qandan yaratdı və Allahın kərəmi ilə oxu, hansı ki Allah Taala qələmi yaratdı, hansı ki Allah Taala insanı xəlq elədi. Allah təbarək və teala'nın ilk sözü Peyğəmbərə elm olub, oxumaq olub. Yəni insan səy eləməlidir, çalışmalıdır və oxumalıdır. Və Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərliyə gələn zaman, dövr, elə bir dövr idi ki, cahiliyyət dövrü idi. Ərəblər haram, halal bilməzdilər. Dünyaya gələn qız uşaqlarını diri-diri torpağa bastırardılar. Və çox cahil bir mühit idi. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlməklə və Quran ayələrini onlara çatdırmaqla onları düz yola hidayət elədi.
Və Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah təbarək və teala buyurur Ənbiya surəsinin 107-ci ayəsində ki, Bismillahirrahmanirrahim və ma ərsəlnəkə rəhmətən lil aləmin. Peyğəmbərə buyurur ki, biz səni aləmlərə rəhmət olaraq göndərmişik. Yəni, aləmlər, rəhmət kəlməsi Allahın rəhmətidir ki, insanları cəhalətdən qutarsın, onları düz yola dəvət eləsin. Yəni, Peyğəmbər bizə Allahın rəhmətidir, mərhəmətidir və Peyğəmbərin buyurduqları da bizim üçün bir qanun olmalıdır. Əgər Allahın rəhmətinin altında olmaq istəyiriksə, Allahın rəhminin bizi ilə olmasını istəyiriksə, gərək Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə bir rəhmət olaraq, bir neymət olaraq göndərildiyini bizə bəşarət edir Allah və biz ona əməl eləməliyik. Digər bir ayədə Furqan surəsinin 56-cı ayəsində buyurur ki, və ma ərsəlnəkə bəşirən və nəzirən. Demək, Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmə buyurur ki, sən bəşarət vermək, göz aydınlığı vermək üçün insanlara göndərilmişsən. Yəni, insanları dəvət eləməklə Allahın haqq dininə, qiyamət günündən onlar üçün, yəni əməl eləməklə, Allaha yaxın olan əməlləri yerinə yetirməklə Allah təbarək və teala inşallah bizə Peyğəmbəri bir bəşarətçi göndərib, yəni göz aydınlıq verən, ey insanlar, yaxşı əməllər eləyin və sizin axirətiniz xeyirli olar. Peyğəmbər bizi cəhənnəm odundan qorumaq üçün gəlib. Yəni bizi günahlardan çəkindirmək üçün, Allahın bizə buyurduqlarını çatdırmaqdan ötürü göndərilib və birinci ayədə rəhmət olaraq, ikinci ayədə bəşarətçi olaraq. Və Allah təbarək və teala bizim Peyğəmbəri ən gözəl surətdə xəlq eləyib. Qələm surəsinin 4-cü ayəsində buyurur ki, İnnəkə ləələ xulqin əzim. Allah təbarək və teala buyurur ki, öz əzəmətimlə səni ən gözəl surətdə yaratmışam. Və xatəməl ənbiyadır. Yəni sonuncudur. Ərəblərdə xətim sözü xatim, üzüyə də deyirlər. Görürsən, bir müqabilə bağlayanda o üzü ilə ona möhür vururdular, ona xətim deyirlər ərəb, xatim. Bu Peyğəmbər sallallahu aleyhi və səlləm də sonuncu Peyğəmbər olaraq bizə göndərilib və özündən sonra bizə öz əhl-i beytini tapşırıb və bu gecə Peyğəmbər sallallahu aleyhi və səlləm yəni Peyğəmbərlik verildiyi günlərdir, bayramlardır. Bu gecə bəyənilir ki, insan qüsul eləsin. Qüsul eləyəndən sonra sabahki gündə oruç tutmağın böyük fəziləti var. İmamların dilindən, İmam Cəfər Sadiq əleyhissalamın dilindən 60 il, bəzi imamların dilindən 70 ilin savabını, orucunun savabını Allah insana verər. Və o demək deyir ki, sabah oruç tutum, dayı 70 il oruç tutmayayım. Orucu tutacaqsan, Allah o 70 ilin savabını inşallah ki, sənə əta eləyəcək. Bu gecədə bəyənilir ki, çoxlu salavat çevirəsən. Yəni, insan nə qədər gücü çatırsa, salavat çevirərsə, Allah təbarək və teala o inşallah Allahın qüdrəti ilə o salavata xatir onun günahlarından yüngülləşdirər, günahlarından bağışlar. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmi, Həzrət Əli əleyhissalamı ziyarət eləməyi bəyənilir. Yəni, heç ərəbcə də bilmirsən, öz Azərbaycan dilində də salam olsun sənə Peyğəmbər, imamlara salam vermək, Həzrət Əli əleyhissalama salam vermək bəyənilir. Və buyurulur ki, bu gecə 12 rükət namaz qılasan. Fatihə, İxlas surəsini oxuyasan hər rükətdə, Fələq və Nas surələrini oxuyasan, surələrin hər birini 4 dəfə oxumaq bəyənilir və dua eləyəsən. Allah səndən, yəni duanın mənası budur ki, Allah səndən başqa bir Allah yoxdur, sənə, yəni şərikin yoxdur, sənə şərik qərar vermirəm. Və özün üçün dua eləməsən. Həzrət Salmanın namazı var, müstəhəbbi namazdır, imkan olsa onu qılmaq, yəni imkan olarsa. Olmazsa elə bu dediyimiz namazları da qılmağın böyük savabı var.
Allah bizi xəlq edib və müstəhəbbi əməlləri verib. Ola bilər ki, bəzi qardaşların qəza namazları var və yaxud qəza oruçları var. O qəza namazlarını da qılsa olar və yaxud qəza oruçları var. O qəza oruçlarını da yerinə yetirərsə, Allah təbarək və teala qəbul eləyər və bu Rəcəbin səvabından o insana verər. Çünki qəza orucu, qəza namazı olan müstəhəbbi namazların əvəzinə öz qəza namazlarını yerinə yetirərsə, gücü çatan qədər inşallah ki, Allah bu Rəcəbin savabından da ona əta eləyər. Bir daha məscid heyəti adından Hacı Rahib qardaşımız başda olmaqla siz əzizləri məbəs günü münasibəti ilə təbrik edirik. Allah şəhidlərimizə rəhmət eləsin, xalqımıza səbr əta eləsin. Xeyirlə şər qardaşdır, şəhidlər günü də yaxınlaşır. Allah onların məqamlarını uca eləyib, daha da uca eləsin. Allah 20 yanvar şəhidləri, onlardan əvvəl İmam Hüseyin Həzrət Peyğəmbərdən bu günə qədər din yolunda, uğur elm yolunda şəhidlərimiz olub, torpaq yolunda şəhidlərimiz olub. Allah onların məqamı ucadır, daha da uca qərar versin. Allah bizləri bağışlanmamış dünya evindən axirət evinə aparmasın. Bizdən əvvəl keçən əqrabalarımız, böyüklərimiz ki, dünyadan gediblər, ata-analarımız, babanənələrimiz, Allah İmam Hüseynə xatir, Əhl-i Beytə xatir, şəhidlərə xatir, onların da günahından qələm yap çəksin. Bacılarımız, qardaşlarımız iltimas elədi, bir ağciyər xəstəsi var, o bacı üçün, başqa türmədə olanlar var, balalarının hidayətini istəyiblər, qapılarının açılmağını istəyiblər, qərib ölkələrdə olanlar var, ruzu dalıcan, təhsil dalıcan gedənlər var, müşkül olan bacı qardaşlarımız var, təhsil almaq istəyən gənclərimiz var. Allah onları da müvəffəq eləsin, ali məktəblərə girməyi. İmtahan verən balalar var, onların da imtahanını Allah yüngül qərar versin. Xanımın məqbərəsi üzərində gəlib dua eləyirlər. Biz o duaları bir-bir hamısını dilə gətirə bilmirik. Evlad arzusunda olanı var, əskər balası olan var, borcu olan var, müşkül olan var, mənzil çətinliyi olanlar var. Ailələr var ki, o ailələrdə söz-söhbət var, o söz-söhbətin sülhlə əvəzlənməsinə, dünya üzərində olan müharibələrin sülhlə demək əvəzlənməsinə, cəmiyyən müşküllərin, çətinliklərin asanlığa çevrilməsinə və İmam Zaman əleyhissalamın zühurunun təcilinə, ənvatının ruhuna və salamatlığından ötürü Peyğəmbər və Ali Peyğəmbər cəmalına salavası ki, Allahümmə salli ələ Muhammed və